Bugün futbol aləmi təlatümdədir. Çempionlar Liqasının 6-cı turu öncəsi Qurban Qurbanovdan elə bir açıqlama gəldi ki, həm Azərbaycan, həm də Niderland mediası bu sözləri müzakirə etməkdən dayanmayıb. Ajaxa adətə soyuq duş effekti yaşadan o açıqlamalar az sonra. Oyunun əhəmiyyəti, UEFA Çempionlar Liqasının bu qarşılaşması Qarabağ üçün təkcə adi oyun deyil. Bu, həm tarixi nəticənin davamı, həm də komandanın Avropada öz gücünü bir daha sübut etməsi üçün şansdır. Qurban Qurbanov da bunu mətbuat konfransında açıq şəkildə hiss etdirdi. Onun sözlərinə görə, oyun son dərəcə vacibdir və hər saniyə, hər toxunuş nəticəni dəyişə bilər. Hazırlıq prosesi və çətinliklər. Baş məşqçi qeyd edib ki, komandanın hazırlaşmağa kifayət qədər vaxtı olmayıb. Ajaxınsa 2 gün əvvəl gəlib məşq etməsi, hazırlığı fərqli məkanda keçməsi göstərir ki, rəqib bu oyuna xüsusi önəm verir. Amma Qurban Qurbanov bununla bağlı heç bir şikayət etmədi. Əksinə, daha da motivasiya yaradan sözlər dedi. O deyir, istəkli oynamağa çalışacağıq. Rəqib meydanda birə-bir oynamağı xoşlayır və bu bizim üçün həm təhlükə, həm də fürsətdir. Ajaxın vəziyyəti niyə təhlükəlidir? Qurbanovun ən çox diqqət çəkən fikirlərindən biri istənilən komandanın xalı olmaya bilər. Bu, təhlükəli olan nöqtədir. Bu sözlərlə o demək istəyir ki, xal itirmiş komanda daha aqressiv olur, daha riskli oynayır və bu, oyunu gözlənilməz edə bilər. Azərbaycan mediası da bu hissəni xüsusi vurğulayır. Ajaxın bu mövsümdə yaşadığı böhran, amma eyni zamanda meydanda potensial partlayıcı gücü. Qurbanov favorit elan olunmasına reaksiya verir. Niderland mediası Qarabağı bu oyunda favorit kimi göstərib. Bu, Azərbaycan futbolu üçün fəxirdir. Qurban Qurbanov isə bunu son dərəcə təvazökar qarşılayıb, öz oyunumuzla bunu haqq etmişik. Amma bunun sabahki maçça təsiri olmamalıdır. Bu açıqlama sosial şəbəkələrdə geniş dəstək gördü, çünki Qurbanovun daim sakit, təmkinli, amma özünə güvənən davranışı fanatlarda xüsusi hörmət yaradır. Taktiki məsələlər və gizli mesajlar. Qurbanov deyib ki, Ajax maçın gedişində tez-tez sistemi dəyişdirir. Bu isə Qarabağ futbolçularının tam diqqətli olmasını tələb edir. Onun mesajı açıqdır. Sistemdə dəyişiklik olsa, tez zamanda hiss etməlidirlər. Bu sözlərdən görünür ki, Qarabağ oyuna yalnız bir planla yox, bir neçə ehtiyat variantla çıxacaq. Mövsümün ümumi dəyərləndirilməsi. Qurbanov mövsümün indiyə qədərki performansını xüsusilə yüksək qiymətləndirib. Çox yaxşı nəticədir, amma dayanmaq istəmirik. Bu cümlə təkcə bir açıqlama deyil, komandanın mentalitetinin ifadəsidir. Qarabağ artıq sadəcə qrupda iştirak etməyə yox, real nəticə qazanmağa oynayır. Qurbanovun gizli motivasiya mexanizmi baş məşqçi futbolçularına olan hörmətini və inamını dilə gətirib. Bugünə qədər olan nəticələrdən razıyam, amma daha da irəli getmək üçün yenə nəticə qazanmaq lazımdır. Bu, həm azərkeş üçün mesajdır, həm də futbolçu üçün psixoloji dəstəkdir. Qurbanov hər zaman belə çıxışları ilə komandanın enerjisini artırır. Qarabağın Avropadakı imici. Bu mövsüm Qarabağ Avropada artıq ciddi rəqib kimi tanınır. Xal toplamaq, favorit elan edilmək, pressing oyunu, bunlar Azərbaycanda tarixdə ilk dəfə bu səviyyədə yaşanır. Bu qarşılaşma isə komandanın imicini bir addımda yüksəldə bilər. Çünki rəqib adi komanda deyil, Avropanın ən köklü futbol məktəblərindən biri olan Ajaxdır. Oyunun mümkün ssenariləri. Analitiklərə görə oyun 2 kritik faktor üzərində qurulacaq. 1. Qarabağın oyun intizamı, 2. Ajaxın riskli hücum sistemi. Qurbanovun dediyi kimi, sistem dəyişikliklərini tez hiss etmək və düzgün reaksiya göstərmək maçın taleyini həll edə bilər. Azərbaycan tərəfi isə inanır, Qarabağın bu maçda xal almaq və ya qələbə qazanmaq şansı realdır. Gərgin yekun və izləyiciyə sual. Bütün bu açıqlamalar Ajax üçün açıq mesajdır. Qarabağ bu oyuna təslim olmaq üçün yox, qələbə üçün çıxır. Qurban Qurbanovun sözləri həm rəqibə, həm azərkeşə, həm də komandaya təsir edib və bu gecə Çempionlar Liqasının ən maraqlı maçlarından biri olacaq. Sizcə, Qarabağ bu gecə Ajaxa qarşı tarixi qələbə qazana biləcəkmi? Skor proqnozunuzu yazın. Futbolun ən son xəbərləri, Çempionlar Liqası analizləri və Qarabağın Avropadakı çıxışını ilk sizdən öyrənmək üçün kanala abunə olun.